Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugün danışacağımız mövzu pedaqoji tələblər və ya prinsiplər haqqındadır. Adından da göründüyü kimi pedaqoji tələblərə əməl etməli olan şəxslər biz müəllimlərik. Pedaqoji tələb olaraq 9 pedaqoji tələb öyrənirik. Onların ilki pedaqoji prosesin tamlığıdır ki, adından da göründüyü kimi pedaqoji proses, yəni dərs prosesi tam olmalıdır. Yəni öyrədici, tərbiyə edici və inkişaf edici olmalıdır. Daha biraz lor izah versək, elmi əhəmiyyətindən başqa bir mövzunun həm də həyati əhəmiyyətini bildirmək lazımdır. Məsələn, bitkilərin elmi əhəmiyyətini bildirirəm, onların deməli elmi tərəflərini danışıram, həm də həyatda istifadəsi haqqında da şagirdlərə məlumat verirəmsə, bu pedaqoji prosesin tamlığı adlanır. İkinci pedaqoji tələbimiz şagird yönümlülük haqqındadır. Deməli, şagird yönümlülük onsuz da kurikulum ümumi olaraq şagird yönümlülük əsasında qurulub. Müəllim şagirdin təlim ehtiyacını, təlim tələbatını ödəmək üçün etdiyi bütün işlər, belə deyək, bütün müəllimin etdiyi yaxşı, müasir işlər hər biri şagird yönümlülüyə daxildir. Bu haqda sonda da bir məlumat verəcəm. Yəni, daha çox müəllim şagirdin təlim ehtiyacını, təlim tələbatını ödəyirsə, deməli, burada şagird yönümlülüyə əməl etmiş olur. Ümumi olaraq təhsil sistemində 1-ci sinifdən 11-ə qədər bütün mövzuları tədris edən bir müəllim, bütün standartları həyata keçirən bir müəllim, onsuz da şagird yönümlülük tələbini əməl etmiş olur. Bəzən şagird yönümlülük deyəndə biz elə başa düşürük ki, şagird dilindən nə çıxsa, ürəyi nə istəsə biz onu ona verməliyik. Bu zaman şagird yönümlülük olur. Yox. Şagird ola bilsin fonetikanı xoşlamır. Şagird ola bilsin intibah dövrü mədəniyyətini öyrənmək istəmir. Nə olsun? Bunu onun təlim ehtiyacıdır. Mən bunu öyrədirəmsə, maraq yaradıb şagird. Deməli, şagird yönümlülük tələbinə əməl edirəm. Şəxsiyyət yönümlülük. Hər bir şəxs, belə deyək, bir fərddir. Hər bir insan bir fərddir. Lakin onun şəxsiyyət kimi formalaşması təhsildə öz əksini tapmalıdır. Bunun üçün də biz dəyərlərlə bağlı dərslərdə danışırıq. Məsələn, insan hüquqlarına hörməti şagirdlərə aşılayıramsa, şagirdlərə davranış qaydalarından danışıramsa, gerbdən, bayraqdan, himnimizdən danışıramsa, milli qəhrəmanlarımızdan danışıramsa, Ulu Öndər Heydər Əliyevdən danışıramsa, bunu aşılamağa çalışıramsa, tapşırıqlarda bununla bağlı məsələlərə yer verirəmsə, deməli, mən şəxsiyyət yönümlülük tələbinə əməl edirəm. İnkişaf yönümlülük. Şagirdi izləməklə bağlıdır. İnkişaf yönümlülük tələbinə o zaman əməl edirəm ki, şagirdin nailiyyətini izləyib təhlil edirəm. İnkişaf yönümlülük elə bir şeydir ki, orada hardasa bir yer qırıldısa, burada inkişaf yönümlülükdən söhbət gedə bilməz. Məsələn, belə bir situasiya olur ki, Əli fonetika dərsini bilmirdi, müəllim buna fikir verməyərək dərsini davam etdi. Baxın, burada inkişaf yönümlülük tələbi pozulur. Yəni, müəllim şagirdin fəaliyyətini, nailiyyətini izləməlidir, təhlil etməlidir və bununla bağlı öz planlamasında dəyişiklik etməlidir. Yəni, şagirdə uyğun davranmalıdır. Açar məqamlar: planlaşma, planlama, sonra formativ qiymətləndirmə. Formativ qiymətləndirmə də ona görə bu inkişaf yönümlülüyə aiddir ki, yəni formativ qiymətləndirmə hər gün aparılır. Hər gün şagirdin fəaliyyəti təhlil olunur, izlənilir. İnkişaf yönümlülükdə də belə olmalıdır. Sonra biz danışırıq fəaliyyətin stimullaşdırılmasından. Əvvəla qeyd edək açar məqamları: rəy vermə, istiqamət, vermə. Demək, müəllimlər, fəaliyyət stimullaşdırılır. Şagirdin şəxsi yox, ona ürək-dirək vermirəm. Sadəcə olaraq şagirdə gördüyü işlə, fəaliyyətlə bağlı. Şagirdin fəaliyyəti nə ola bilər? Tapşırığı yazmaq, mövzunu işləmək, müəllimin verdiyi tapşırığı həll etmək və s. Bunlar olmalıdır. Şagirdin tapşırığına səmərəli rəy verirəm, səhvlərini deyirəm, səhvlərini düzəltmək yolunda ona istiqamət verirəm. Yəni, şagirdin fəaliyyətinə verdiyim səmərəli rəy, səmərəli istiqamət
fəaliyyəti stimullaşdırma adlanır. Sonra danışırıq dəstəkləyici mühitin yaradılması. Burada müəllimlər, baxın, adından da görünür. Məktəbdə şagirdi dəstəkləyən bir mühit yaradıram. Ona söz azadlığı verirəm. Kefi olmayanda, belə deyək, halı əhvalı yaxşı olmayanda ona ürək dirək verirəm. Yəni burada şagirdin şəxsini ruhlandırmaqla bağlı, psixoloji durumunu ruhlandırmaqla bağlı bir məqamlardır. Məsələn, şagird digər sinif yoldaşı tərəfindən incidilir. Müəllim buna fikir vermirsə, şagirdin dəstəkləyici mühitini pozur. Yəni dəstəkləyici mühiti pozur. Və yaxud da ki, açar məqamlar hər hansı bir avadanlığın çatışmaması, laboratoriyada təcrübi avadanlıqların çatışmaması, maddi texniki bazanın çatışmaması, yəni hər hansı bir əşyanın çatışmaması və yaxud da məktəbdə təhlükəsizlik qaydalarına əməl olunmaması, deyək ki, məktəbin koridoru, dəhlizi uçqun vəziyyətdədir, təhlükəlidir. Bax, burada dəstəkləyici mühit pozulub. Necə bir dəstəkləyici mühit müəllimlər? Yəni, şagirdin ora gəlməsini, şagirdi qorxudan bir məqam var ki, şagirdi dəstəkləyən bir məqam orada, belə deyək, məhdudlaşıb. Ona görə də dəstəkləyici mühitin yaradılması deyəndə, şagirdin psixoloji, mənəvi durumu və də ki, maddi texniki baza, avadanlıq, alətlərin çatışması və s. nəzərdə tutulur. Təhsildə bərabər imkanların yaradılması. Bax, bu zaman şagirdlərdə bərabər imkan yaratmaq deyəndə müəllimlər, bu çox zaman tapşırıqlarla bağlıdır. Bəzən hamıya eyni tapşırıq veririk. Bu bərabər imkanı yaratmaq deyil. Çünki sinifdə zəif şagird də var, güclü şagird də var. Tapşırığı asandan çətinə doğru, bax bu ardıcılıqla vermək lazımdır. Yəni bütün sinifə asan tapşırıq vermək də təhsildə bərabər imkanı pozur. Bütün sinifə çətin tapşırıq vermək də təhsildə bərabər imkanı pozur. Bütün bunlar təhsildə bərabər imkanı pozur. Ona görə də deyir ki, şagirdlərin potensial imkanlarını nəzərə alaraq tapşırıqlar təqdim etmək və yaxud da ki, müəllim ancaq hazırlıqlı şagirdlərdən dərs soruşdu, təhsildə bərabər imkanları pozdu. Hər kəsin bərabər təhsil alması üçün ona şərait yaradıramsa, bu artıq təhsildə bərabər imkanların yaradılması tələbinə aiddir. İnklüzivlik. İnklüzivlik terminini biz daha çox sağlamlıq imkanı məhdud şagirdlər üçün eşidirdik. Burada bütün məqamlara diqqət yetirmək lazımdır. Bu arada 7-ci pedaqoji tələbimiz, yəni təhsildə bərabər imkanların yaradılması tələbi inklüzivliklə bağlı bir məqamdır. Yəqin ki, gələcək vaxtlarda inklüzivliyin içərisinə verilər bu. Çünki həm inklüzivlikdə, həm təhsildə bərabər imkanlarda şagirdlər üçün bərabər imkanların yaradılmasından söhbət gedir. Amma hal-hazırki durumda necə ayırırsınız? Baxın, şagirdlərin hər hansı bir əqli, fiziki çatışmazlığı və s. durumu nəzərə alınırsa, intellektual səviyyəsi, qavrama xüsusiyyəti, boyu, deyək ki, solla yazması, sağla yazması və s. bu kimi hallar nəzərə alınaraq hər kəsə eyni təlim şəraiti yaradılırsa, bərabər şərait yaradılırsa, bu inklüzivliklə bağlıdır müəllimlər. Yəni, burada bir məhdudiyyətlərin nəzərə alınması nəzərə çarpmalıdır. Amma təhsildə bərabər imkana yaradılması deyil, daha çox tapşırıqların verilməsindəki belə deyək, fərqlər nəzərə alınmalıdır. Yenə deyirəm, sinifdə zəif şagird də var, güclü şagird də var. Elə tapşırığı elə bir formada təqdim etmək lazımdır ki, həmən tapşırığın testin içində bütün şagirdlərin səviyyəsinə uyğun tapşırıqlar olsun. Sonra gəlir ən sonuncu pedaqoji tələbimiz məktəb valideyn münasibətlərinin tənzimlənməsi. Burada da müəllimin, ümumi olaraq məktəbin valideynlərlə belə deyək, qarşılıqlı əməkdaşlıq şəraitində işləməsi, valideynlərin məktəbə cəlb olunması, övladları haqqında məlumat alması və s. artıq aiddir məktəb valideyn münasibətlərinin tənzimlənməsinə. İndi danışıram şagird yönümlülükdən niyə? Müəllimlər, biz bütün pedaqoji tələblərə əməl edəndə onsuz da şagird yönümlülüyə əməl etmiş oluruq. Yəni, hər hansı bir situasiyada, hər hansı bir sualın şərtində siz orada bir nə inkişaf yönümlüyə, nə şəxsiyyət yönümlüyə, nə fəaliyyətin stimullaşdırılmasına aid bir məqam görməsəz, özünüzü çaşdırmayın. Əgər müəllim yaxşı bir iş görübsə, məsələn, əgər müəllim şagirdə Nadir Şahın belə deyək, fəaliyyətindən danışırsa və yaxud da ki, xanlıqlardan danışırsa, bu şagird yönümlülük tələbinə əməl etməkdir. Çünki xanlıqları bilmək, Nadir Şahın fəaliyyətini bilmək, yəni o dərsləri bilmək şagirdin təlim ehtiyacıdır. Əgər elə olmasaydı, dövlət onu dərsliklərə salmazdı. Yəni, müəllimin gördüyü bütün müasir yaxşı işlər şagird yönümlülüyə daxildir. Sadəcə olaraq biz suallarda
Mənim çəkdiyim açar məqamları, deyək ki, dəstəkləyici mühitə aid açar məqamları görəndə, inklüzivliyə aid açar məqamları görəndə biz onları seçirik. Belə. Dinlədiyiniz üçün çox sağ olun. Bu qədər.